Bu videonu izləməyənlər toylarda qardaşı görüb öz saçının olmadığına inana bilməyəcəklər. Qardaş deyir, mən müğənniyəm. Hər gün toylarda oluram, səhnələrə çıxıram. Məşhur müğənnilər Nəfəs xanım, Şəbnəm xanım, Zeynəb xanımla duetlərim var. Qardaşa neçə ildir saçın tökülüb dedim. 8 ildir saçım tökülüb, o qədər müalicə etmişəm, o qədər pul tökmüşəm ki, qardaş oradan tük çıxmadı ki, çıxmadı deyirdi. Saç insanın ən önəmli aksesuarıdır. Səhnədə olanda saçımın olmamasının mənə necə diskomfort verdiyini sözlə ifadə edə bilmirəm deyirdi qardaş. Bu video vasitəsilə bir daha mənim tanınmağımda böyük əməyi olan Zaur Kamala da öz təşəkkürümü bildirirəm deyirdi qardaş. Çox həyəcanlıyam. Görəsən kənardan baxanda öz saçımın olmadığı bilinməyəcək ki. Səbrli ol, sənin o sualın cavabını hal-hazırda bu videonu izləyən dəyərli insan sonda rəydə öz fikrini yazacaq, sən də oxuyarsan dedim. Qardaş gözlərini açanda gördüklərinə inana bilmirdi. Mən bu qədərin gözləmirdim. Bu gözlədiyimdən qat-qat daha yaxşı oldu dedi. Ənənəvi olaraq qardaşa, sənin saçın yaxşıdır, yoxsa mənim saçım dedim. Bu videonu izləyənlər öz rəylərini bildirsinlər.